Dünən storyimdə belə bir fikir səsləndirdim ki, 99,9% kişidən üstün olmaq üçün həftədə bir dəfə sevdiyiniz qadına gül bağışlayın. Şərhlərdə və kommentlərdə mənə yazdınız ki, bəs siz özünüz bunu edirsinizmi? Cavabım yox, etmirdim. Bunun səbəbi ondan ibarət idi ki, birinci ailədə görməmişəm bunu. Mən tək ana tərəfindən böyüdülmüşəm və ona qarşı çoxlu güllərin alınmasını görməmişəm. Bir nümunəm olmayıbdı. Evlilik dövrümdə mən yalnız boşandıqdan sonra bilmişəm ki, həyat yoldaşım gülləri sevir. O da mənə heç vaxt deməyib ki və öyrəşdirməyibdi gül almağı. Yalnız sonraki periodda sevdiyim bir insanla münasibət quranda o mənə bunu öyrətməyə başladı. Onun bəzi life hacklarını sizə bölüşmək istəyirəm. Birinci life hack nədir? Misal üçün deyir, masadakı gülləri görürsənmi? Mən masaya baxıram, görəm orada gül yoxdur. Deyirəm, yox, görmürəm. O deyir, mən də görmürəm. Bu bir maraqlı life hackdır. İkincisi, onun sekatörü var. Buket ona bağışlayanda o gülləri açır və müxtəlif vazalara qoyur ki, çünki güllər bir yerdə olanda sıxılırlar və daha az qalırlar. Mənə deyir ki, sekatörü yağlaya bilərsənmi? Deyirəm, niyə, nə olubdur? Deyir, paslanıbdır, çoxdan da istifadə olunmur, deyilən. Gələ yağlansın. Çox incə mesajdır da əslində. Ona görə əziz qadınlar, kişilərinizi gül almağa öyrəşdirin. Çünki çox güman ki, anaları da onlara deyib ki, mənə gül bağışlama, lazım deyil, artıq xərcdir. Evdə də görməyibdi bunu, çox güman ki, ataları tərəfindən. Ona görə yalnız siz onu düzəldə bilərsiniz.